Buyuruq uşaqlar, bugün biz 24-12-ci 2023-cü ildə keçirilmiş 9-cu siniflər üçün olimpiada suallarına baxacağıq. Birinci sualımız. Buyurun Pərvin. Doğru fikirləri müəyyən edin. Naxçıvan ərazisi yalnız Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Bu səhvdir. Orada 2 dənə tektonik zona var. Bir Kiçik Qafqaz tektonik zonası, qalxma zonası, bir də Araz var, çökmə zonası. Səhvdir. Talış dağları Kiçik Qafqaz tektonik qalxmasında yerləşir. Bu düzdür. Respublikamızın ərazisi vaxtilə Kets okeanının suları altında olmuşdur. Bu da düzdür. Kür tektonik çökmə zonasında yalnız ovalıqlar mövcuddur. Bu səhvdir. Çünki məsələn orada Ceyran çöl falan var. Onlar yəni ovalıq deyirlər. Bir də Bozdağ məsələsində deyə bilərik. Sumqayıt və Şamaxı şəhərləri eyni tektonik zonada yerləşir. Bu da düzdür. Qafqaz dağları və Küraz ovalığı litosfer tavalarının sərhədlərində yerləşdiyi üçün ildə 1-3 mm qalxır. Bu səhvdir, yəni Küraz ovalığı qalxmır. Olacaq 2, 3, 5. Y variantı. Əla. 205. Buyur, ikinci sual. 2. Cədvələ əsasən müvafiq küləklərə aid olan doğru fikirləri müəyyən edin. Passat küləkləri. Passat küləkləri 30 dərəcə şimal, 30 dərəcə cənub enlikləri arasında əsirlər, ekvatora doğru əsirlər. Demək, Gulf Stream və Crioris okean cərəyanlarının yaranmasına səbəb olur. Bu səhvdir. Yəni, onlar olan ərazilərə enliklərə düşmür. 2. Tropik enliklərin yüksək təzyiq sahəsindən ekvatoral enliklərin alçaq təzyiq sahəsinə doğru əsir. Bu da düzdür. Yəni, tropiklərdə alçaq təzyiq sahəsi var. Tropiklərdə də yüksək təzyiq sahəsi var. 3. Respublikamızda ilin isti dövrünə müşahidə edilir. Bu səhvdir. Yəni, bizim respublikamız olan enliklərə düşmür. Qərb küləkləri, deməli, bunlarda 30-60 şimal enliyi, 30-60 cənub enlikləri arasında əsir. Şimalda şimal şərqə doğru, cənubda cənub-şərqə doğru əsirlər. 45 dərəcə və 60 dərəcəlik enliklərdə müşahidə edilir. Düzdür. Şimal yarımkürəsində cənub-qərbdən şimal-şərqə doğru hərəkət edilir. Bu da düzdür. Tropik alçaq təzyiq sahəsindən mülayim yüksək təzyiq sahəsinə doğru əsir. Səhvdir. Deməli, tropikdə çünki alçaq təzyiq yoxdur. Deməli, yüksək təzyiqdə həm də tropik enliklərə düşmür. Olacaq 2, 4, 5. D variantı. Təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin qorunması üzrə yaradılan təşkilat bu UNEP-dir, yəni ki, UNEP təşkilatıdır. Düzdür, UNEP. Dördüncü suala buyur. 4. Cədvəldəki uyğunsuzluğu müəyyən edin. Peru və Bengel okean cərəyanları qərb küləkləri okean cərəyanından ayrılır. Bu düzdür, yəni qabağında doğru yazıbdır, amma biz uyğunsuzluğu tapmalıyıq, buna görə götürməyəcək. Bengel körfəzinin orta duzluluğu İran körfəzinin orta duzluluğundan daha aşağıdır. Bu düzdür, amma qarşısına yanlış yazıbdır. Çünki o Bengel körfəzinə həm məsələn Qanq çayı falan axır, duzluluğu ona görə aşağı salır. Buna görə bunu götürəcək. Düzdür, amma yanlış yazıbdır. 3. Xəritədə duzluluğu eyni olan nöqtələri birləşdirən xətlər izoqalin adlanır. Bunlar da düzdür, amma yanlış yazıbdır. Bunu da götürəcək. Iceberglər yüksək coğrafi enliklərdə duzluluğun azalmasına səbəb olur. Doğrudur. İsti okean cərəyanları sahil ərazilərdə rütubətin miqdarının artmasına səbəb olur. Bu da düzdür. Olacaq 2, 3 uyğunsuz variantlar. Sonra 5. Padekale boğazının materikdən ayırdığı adam. Bu da Böyük Britaniya adasıdır. Əla. Sonra 6-cı suala baxaq. Nihat, buyur. Deməli, 6-cı sual. 1 və 4-cü dağlar şimal qütb dairəsi ilə kəsişir. 1-ci dağ Skandinaviyadır, kəsişir. 4-cü dağda Ural dağlardır, kəsişir. 1 düzdür. 2.
2 və 3-cü dağlar Verxoyanski dağları ilə eyni geoloji erada yaranmışdır. Verxoyanski dağları Kimmeri qırışıqlığında yaranmışdır. 2-3-cü dağlar Alp-Karpat dağları isə Alp qırışıqlığında yaranmışdır. Ona görə 2 səhvdir, 2-ni götürməyəcəyik. 3 və 4-cü dağlarla eyni yaşda olan dağlara ölkəmizdə də rast gəlinir. Alp və Ural dağları. Alp dağlarının Alp erası, yəni Alp qırışıqlığında, Ural dağları isə Kaledon qırışıqlığında yaranmışdır. Yox, Ural dağları hepsində yaranır. Yəni ümumiyyətlə Ural qədim dağdır. Azərbaycanda da qədim dağa rast gəlinmir. Ona görə də 3 də səhvdir. 2 və 4-cü dağlar yalnız bir ölkənin ərazisində yerləşir. Alpla Ural dağları, bu da səhv fikirdir. Alp dağları bir ölkənin ərazisində yerləşmir. 5-ci sual, ikinci dağın mütləq 5, ikinci dağın mütləq hündürlüyü 4000 metrdən çoxdur. Bəli, çünki Alpın Mont Blanc zirvəsi 4807 metrdir, digərlərinin isə hündürlükləri 4000 metrdən azdır. 1-5-B variantı. Əla. Yeddinci suala baxırıq. Aha. Buyur Aylin. Xəritə sxemində təsvir edilmiş adalar litosfer tavlarının konverge sənədində yerləşir. Bu adaların üzərində dayanan müşahidəçi gecə vaxtı bulutsuz havada səmaya baxarkən qütb ulduzunu görə bilər. Bu adalar üçün doğru fikirləri müəyyən edin. Yaponiyada ora, deməli bir fəaliyyətdə olan vulkanlar mövcuddur. Bu düzdür. Aso, Fujiyama vulkanlar var. Sonra 2-də inkişaf etməkdə olan ölkənin ərazisi. Bu səhvdir, çünki inkişaf etmiş ölkədir Yaponiya. Mülayim işıqlanma qurşağında yerləşir. Bu düzdür. Sonra yerli vaxtı ölkəmizin yerli vaxtından geridir. Bu səhvdir, çünki Yaponiya bizdən daha şərqdə yerləşir. Ona görə bizdən yerli vaxt daha irəlidədir. Bu adalarda yerləşən ölkə dünyanın sahəsinə görə ən böyük ölkəsi ilə su sərhədinə malikdir. Bu da düzdür, çünki Rusiya ilə su sərhədinə malikdir. 6. Musson küləkləri müşahidə edilmir. Bu da düzdür. Musson küləkləri ondan daha aşağıda müşahidə olunur. Bu səhvdir, yəni müşahidə yox. Musson küləkləri müşahidə edilmir. Bu səhvdir, çünki musson küləkləri müşahidə edilir. Aferin. Əla. 8-ci sual. Deməli, təbii ehtiyatların düzgün verildiyi sıraları müəyyən edin. Tükənən bərpa olunan və tükənən bərpa olunmayan ehtiyatlar. Birincisine baxırıq. Tükənən bərpa olunan su, bu düzdür. Tükənən bərpa olunmayan neft, bir düzdür. Sonra torpaq, hava. Bunlar ikisi də tükənən bərpa olunan ehtiyatlardır. Amma havanı bərpa olunmayana yazıb, 2-ni də çıxdı. 3. Bitki örtüyü, dəmir filizi. Bu düzdür. Yəni bitki örtüyü bərpa olunur, dəmir filizi isə bərpa olunmur. 4. Fosforit və heyvanlar aləmi. Heyvanlar aləmi bərpa olunan ehtiyatdır, amma bərpa olunmayan altına yazıb. Buna görə 4-də səhvdir. 5. Hava bərpa olunan, təbii qaz bərpa olunmayan. Bu da düzdür. 6-cıda səhvdir, çünki torpaq bərpa olunan ehtiyatdır. 1-3-5 Y variantı. Aha. 9. Bir də Ahmet. Bir Buyurun. Burada yer kürəsinin sxemdəki Buyurun, davam edin. Oxuyum. Buyurun, davam edin. Yer kürəsinin sxemdəki vəziyyətlərini nəzərə alaraq cədvəldəki uyğunsuzluğu müəyyən edin. Birinci sxemdə 22 iyundur. İkinci sxemdə də 22 dekabrdır. Birinci sxemə baxırıq. Bu vəziyyətin baş verdiyi tarixdən sonraki tarixlərdə Madaqaskarda gündüzün uzunluğu azalmağa başlayır. Bu səhvdir, çünki çoxalmağa başlayır. Madaqaskar cənub yarımkürəsində yerləşdiyi üçün 22 dekabra doğru orada gündüzün uzunluğu çoxalmağa başlayacaq. 2. Bu vəziyyətin baş verdiyi tarixdən sonraki tarixlərdə şimal yarımkürəsi daha çox işıq alacaq. Bu səhvdir, çünki şimal yarımkürəsində qış fəsli başlayacaqdır, daha az işıq alacaqdır.
Sonra 3. Bu tarixdə günorta vaxtı London şəhərində düzənlik ərazidə günəş şüalarının maksimum düşmə bucağı müşahidə olunur. Bu düzdür, çünki 22 iyunda şimal yarımkürəsində olan məntəqələrdə maksimum günəş şüasının düşmə bucağı müşahidə olunur. Sonra ikinci sxemdə 4. Bu vəziyyətin baş verdiyi tarixdən sonraki tarixlərdə Bakı şəhərində gündüzlərin uzunluğu artmağa başlayacaq. Bu da düzdür, çünki 20 dekabrdan sonra şimal yarımkürəsində gündüzün uzunluğu artmağa başlayır. Sonra 5. Bu vəziyyətin baş verdiyi tarixdən sonraki tarixlərdə cənub tropik xəttindən cənubda qalan məntəqələrdə yerləşən şaquli cisimlərin günorta vaxtı kölgə uzunluqları artacaq. Bu da düzdür. 6. Bu tarixdə günorta vaxtı 45 dərəcə şimal enliyinə günəş şüalar 23,5 dərəcə bucaq altında düşəcəkdir. Bu səhvdir, 21,5 dərəcə bucaq altında düşür. Evet. Uygun sayı soruşur. Demek 1, 2, bir de 6 tapdıq. Hələ ye bəndə. Aferin. Bəli. Əgər yer kürəsi 1 saatda 18 dərəcə dönsəydi, Bakı şəhəri hansı saat qurşağında yerləşərdi? Normalda 1 saat 15 dərəcə dönür və biz 360-ı 15-ə bölərək 24 saat qurşağı olduğunu tapırıq. Amma indi 360-ı 18-ə bölürük və 20 saat qurşağı alınır. Bakı da 50 dərəcə şərq uzunluğunda yerləşdiyindən 50-ni 18-ə bölürük. Orada 2 alınır. Qalıqda indi 7.15 olanda 7.5-dən böyük olduqda 1 gəliriksə, 18 olanda da 9-dan böyük olanda biz 1 gəlməliyik. 2 qalıq isə 14 alınır. Buna görə 2-nin üstünə 1 gəlirik, eləyir 3. Cavab A variantı, 3-cü saat qurşağı. Əla. Düzdür. Bir dəqiqə. 11 sual. Aha, buyurun Ali. Uyğunluğu müəyyən edin deyir. Siklon A variantında hava mərkəzdən kənarlara doğru hərəkət edir. Bu səhvdir, çünki kənarlardan mərkəzə doğru hərəkət edir. B. Havanın qalxan hərəkəti müşahidə olunur. Bu düzdür. C. Hava kənardan mərkəzə doğru hərəkət edir. Bu da düzdür. D. Quru, aydın və bulutsuz hava şəraiti yaranır. Bu səhvdir, çünki buludlu hava şəraiti yaranır. Quru olmur, yağıntılı olur. Y. Şimal yarımkürəsində saat əqrəbi istiqamətində hərəkət edir. Bu səhvdir, saat əqrəbinin əksi istiqamətində hərəkət edir. 2. Antisiklon 1. Atmosferin qapalı yüksək təzyiq sahəsində əmələ gəlir. Bu düzdür. Sonraki havanın enən hərəkəti müşahidə olunur. Bu da düzdür. Sonra H. Hava mərkəzdən kənara doğru hərəkət edir. Bu da düzdür. Sonra buludlu və rütubətli hava müşahidə olunur. Bu səhvdir, çünki quru hava müşahidə olunur. K. Cənub yarımkürəsində saat əqrəbi istiqamətində hərəkət edir. Bu da səhvdir, çünki cənub yarımkürəsində saat əqrəbinin əks istiqamətində hərəkət edir. Cavab olacaqdır D variantı. Buyur Nihat. Verilmiş fikirlərin doğru və yanlış olduğunu müəyyən edin. Deməli, Afrika materikinin şimal hissəsində çöl təbii zonası geniş sahə tutur. Bu yanlışdır, çünki şimal yarımkürəsində geniş sahə tutmur, şimalında da, yəni çöl zonası. Ekvatorial iqlim qurşağı yalnız 2 materikdə rast gəlinir. Bu da yanlışdır, çünki həmçinin Okeaniyada da ekvatorial iqlim qurşağına rast gəlinir. Buna görə 2 yanlışdır. Üçüncüsü, Respublikamızın ən az yağıntı Puta məntəqəsinə düşür. Bəli, bu doğrudur. Çünki Respublikamızda ən az yağıntı Ələt-Puta-Şubaniya bölgəsinə düşür. Dünyada ən çox yağıntı düşən məntəqə Afrika materikində yerləşir. Bu səhvdir. Ən çox yağıntı Çerapuntiyə düşür. Avrasiya materikində. 5. Kanar cəryanı Afrika materikinin şimal-şərq sahillərinin iqliminə təsir edir. Bu səhvdir, Kanar cəryanı şimal-qərb sahillərinin iqliminə təsir edir. Piriney, Apenin və Kiçik Asiya yarımadağında codyarpaqlı meşələr təbii zonası yayılmışdır. Bu da doğrudur, çünki o bu ərazilər Aralıq dənizi iqlim tipində yerləşir. Aralıq dənizi iqlim tipində də codyarpaqlı meşə və kolluqlar təbii zonası üstünlük təşkil edir. Cavab D variantı. Bir
də burada materik deyəndə deyir ki, ekvator iqlim qurşağı yalnız 2 materik rast gəlir. Okean deyin. Orada məsələn materik olaraq desək, Cənubi Amerika deyə bilərik, Afrika deyə bilərik. Bir də Avrasiyanın cənubi ucqar nöqtəsi vardı, PI. O bir dərəcə şimaliyə düşür deyə. O hissələrdə də ekvator iqlim qurşağı yerləşir. Ona görə bəli bilirsən. Əla. Gedək 13-ü. Buyur Aylin. 13. Avstraliya İttifaqı Yeni Zelandiya, Car və İsrail üçün ümumi fikirləri müəyyən edin. 1. Köçürmə kapitalizm ölkələrdir. Bu düzdür. 2. İqtisadi inkişaf səviyyəsinə görə inkişaf etmiş ölkələr qrupuna daxildirlər. Bu da düzdür. 3. Şərq yarımkəsində yerləşirlər. Bu da düzdür. 4. Ərazilərində günəş zenitdə olmur. Bu səhvdir, çünki Avstraliyada, Carda günəş zenitdə olur. 5. Urbanizasiya səviyyəsi aşağıdır. Bu da səhvdir, çünki yüksəkdir. Bunlar inkişaf etmiş ölkələrdir. 6. Neft ixrac edən ölkələrdir. Bu da səhvdir. Avstraliyada neft ixrac olunur, amma Yeni Zelandiyada, Carda neft ixrac olunmur. C variantı. Verilmiş bütün fikirlərin səci. Bir də başda Yeni Zelandiyada neft ixrac olunur. Məsələn, burada nə pozdur? İsrail, düz deyirsən, cavabı düz tapdın. İsrail, məsələn, Cardətdə neft ixrac olunmur. Əla. Aha, gedək 14-ə baxaq. Verilmiş bütün fikirlərin səciyyəvi olduğu materikləri müəyyən edin. Ərazisində günəş zenitdə olur. Bu materiklərin hamısında günəş zenitdə ola bilər. Ərazisində cavan dağlara rast gəlinir. Burada Avstraliyanı çıxdıq, çünki Avstraliyada cavan dağa rast gəlinmir. Subekvatorial iqlim qurşağında yerləşir. Afrika, Cənubi Amerikada cavan dağ, var, buyur, subekvatorial iqlim qurşağında yerləşir. Bu materiklərin üçü də subekvatorial iqlim qurşağında yerləşir. Sahillərini yalnız 2 okean suları yuyur. Şimali Amerika materikinin sahillərini 3 okean suları yuyur. Buna görə Şimali Amerikada çıxılıq. Hündürlüyü 3000 metrdən çox olan dağ zirvələri mövcuddur. Afrikada bəli, məsələn, Tukkal 4165, Cənubi Amerikada isə Aconcagua 6960 buna misal ola bilər. Cavab C variantı 1-3. 15. Aylin. Mingəçevir şəhərində 1990-cı il yanvarın 1-də əhalinin sayı 85,5 min, 2010-cu ildə yanvarın 1-də isə 97,5 min nəfər olmuşdur. Bu dövrdə şəhərdə miqrasiya hesabına əhalinin sayı 2,8 min nəfər artmışdır. Təbii artım hesabına əhalinin neçə nəfər artdığını müəyyən edin. Burada 97,5 mindən çıxacaq 85,5 mini, 12 min nəfər olur. Yazım. Aha. Çıxılsın nə getdin? 85,5 min. 12 min nəfər. Burada miqrasiya hesabına 2,8 min nəfər artmışdırsa, ümumi artım 12 min nəfər olduğu üçün miqrasiya hesabına artanı ümumi artımdan çıxacaq. O da olacaq təbii artım hesabına əhalinin neçə nəfər artdığı. 12 min çıxılsın 2,8 min, o da bərabər 9,2 min. Cavab Y variantı. Aferin, devam edelim o yazım. Bir şey var, düz. Demək, 16-cı sual. Deməli, 16 çirklənməyə daha çox məruz qalmış hidroloji obyektlər. Çirklənməyə daha çox məruz qalan obyektlər daha çox insanların yaşadığı ərazilər ola bilər. Məsələn, Kara dənizində Kara dənizi ətrafında o qədər insanlar yaşamır. Ona görə də o çox çirklənməyə məruz qala bilməz.
C variantı ilə E variantını çıxırıq. Aha, bir də dəniz nəqliyyatının, yük daşımlarının olduğu əsas istiqamətdə olanda daha çox çəklənir. Aha, demək burada nəyə çıxırıq dedin? C ilə Y variantını çıxırıq. Sonra orada Böyük Ayı gölü var. O da nisbətən şimal ərazilərdə donuşluq zonada yerləşir. Ona görə 8 ilə olan D variantında çıxırıq. Orada isə Yana çayda elə çox çirklənməyə məruz qalmamışdı. Ona görə də onu da çıxdıq. Cavab B variantı olur. Əla. 17. Doğru şüaları müəyyən edin. Günəş şüalarının günorta vaxtı il boyu yalnız cənub tərəfindən düşdüyü adalar. Bu cənub tropikindən şimal tropikindən cənubda yerləşən məntəqələrə günəş il boyu şimal tropikindən şimalda yerləşən adalarda günəş il boyu cənubdan düşəcəkdir. Bir də İrlandiya düzdür. Sonra günəş şüalarının günorta vaxtı il boyu həm şimal, həm də cənub tərəfindən düşdüyü adalar. Sumatra adası şimal tropiki ilə cənub tropiki arasında yerləşir. Buna görə günəş il boyu həm cənubdan, həm də şimaldan düşəcək. O da düzdür. Sonra Tasmaniya günəş şüalarının günorta vaxtı il boyu yalnız şimal tərəfdən düşdüyü adalar. Tasmaniyada cənub tropikindən cənubda yerləşdiyi üçün ona il boyu günəş şimal tərəfdən düşəcək. O da düzdür. Bir düzdür. Sonra 2. Kuba adasına günəş həm cənubdan düşür, həm də şimaldan düşür. Ona görə 2 səhvdir. Sonra 3. 3 də səhvdir. Çünki orada Newfoundland adasına şimal tropikindən şimalda yerləşdiyi üçün ona günəş cənubdan düşməlidir il boyu. O da səhvdir. Sonra 4 düzdür. 5-də də Yava adasına günəş həm şimaldan, həm də cənubdan düşür. O ekvator, elə ki, şimal tropikinə cənub tropiki arasında yerləşir. 6-da düzdür. Cavab C variantı 1, 4, 6. Əla. Buyurun ya. Avropa qitəsi üçün hansı fikirlər doğrudur? Arktik və mülayim iqlim qurşağı daha böyük sahə tutur. Xeyr, Arktik və mülayim iqlim qurşağı böyük sahə tutmur Avropada. Fəaliyyətdə olan vulkanlara rast gəlinir. Bəli, məsələn, Etna, Vesuvius, Stromboli misal ola bilər. Fiord tipli sahillərin olduğu ərazilər seismik cəhətdən fəal hesab olunur. Bu da düzdür. Kənd təsərrüfatı üçün ən yararlı ərazi Şimali Avropa regionudur. Bu da düzdür. Ərazisindən axan çaylar iki okeanın su toplayıcı hövzəsinə aiddir. Bu səhvdir. Ən uzun çayı daxili axarsı hövzəyə aiddir. Bu da səhvdir. Cavab D variantı olur. Çünki ən uzun çay Dunay çayıdır. O da Aralıq dənizinə tökülür və daxili axarlı hövzəyə aiddir. Burada biraz səhv oldu. Bax, 3'e doğrultdun, elə mi? Bəli. Fiord tipli sahələrin olduğu ərazilər seismik cəhətdən fəal hesab edilir. Fiord tipli sahələr əsasən Norveç ərazisini dördü, Şimal Avropa tərəfdə. Ora fəal deyil. Elə mi? Bu Bəli. yanlışdır. Ərazisinə axan çaylar iki okeanın su toplayıcı hövzəsinə aiddir. Burada Şimal Buzlu Okean, Atlantik Okean. Yəni bu orada niyə görə səhv götürdün? Çünki Yəni başqa hara aid ola bilər? Bu doğrudur. İki okean. Yəni orada Şimal Buzlu Okean, bir də məsələn Sakit Okeana aid ola bilməz.
Oradan axıb da gedib çay tökən bir çay yoxdur. Ən uzun çay daxili axarsız hövzəyə aiddir. Volqa çayı. Valday yüksəyindən başlayır. O da Xəzərdən tökülür də. Bu doğrudur. Yəni burada olmalı 2, 5, 6. B bəndi. Oldu. Bəli. 19. Olur, problem yoxdur inşallah. 19. Aha. Buyurun. Ailə sən nə işləmişdin orada? 18'i nə işləmişdin? Nə tapdın? Mən elə 2, 5, 6 tapmışdım. Aha, əla. 19'da baxırıq. İnkişaf etmiş ölkələr üçün doğru fikirləri müəyyən edin. 1. Urbanizasiya səviyyəsi yüksəkdir. Bu düzdür. 2. Emiqrasiya üstünlük təşkil edir. Bu səhvdir çünki immiqrasiya üstünlük təşkil edir. 3. Latin Amerikasında yalnız bir dövlət bu qrupa daxildir. Bu səhvdir. Heç bir dövlət daxil deyil bu qrupa Latin Amerikasından. Singapur və Qətər ölkələri bu qrupa daxildir. Qətər daxil deyil. Xidmət sahələrinin məşğulda payı yüksəkdir. Bu da düzdür. İnkişaf etmiş ölkələrdə xidmət sahələri üstünlük təşkil edir. Cavab 1-5 C variantı. Şırlan, Xalxal, Çuxuryurt, Xaşı mineral bulaqlarının yerləşdiyi inzibati rayonları müvafiq olaraq sıralayın. Şırlan Şuşada yerləşir, Xalxal Oğuzda, Çuxuryurt Şamaxda, Xaşı isə Qubada. Cavab B variantı olur. Aylin buyur. Dəniz səviyyəsindən aşağıda yerləşən qoruq və ya milli parkları müəyyən edin. Bu dəniz səviyyəsindən aşağıda yerləşən Xəzər dəniz sahillərinə daha yaxın olan əraziləri götürməliyik. Bir də Bəsitçay Xəzər sahillərində yerləşmir, o Zəngilan ərazisindədir. Ona görə A variantı getdi. Sonra B variantında Eldar, Şam, Qarayaz, Ağgöl hər biri Xəzərdən kənarda yerləşir. Ona görə B variantı da getdi. C variantında Hirkan, Qaragöl, Körçay, Qaragöl, Laçın ərazisində, Körçayda Goranboy ərazisində yerləşir. Ona görə C variantı da getdi. D variantı Qızılağac, Şirvan, Samur, Yalama. Bu düzdür. Y variantında Türyançay, Qarayazı, Qızılağac, Türyançay, Qızılağac, Lənkəran ərazisində, Türyançay, Qəbələ, Ağstafa ərazilərində yerləşir. Ona görə səhvdir. Yəni Xəzərdən qərbə getdikcə Bədən səviyyəsindən aşağı olmaq üçün Xəzər sahilləri olmalıdır. Deməli 22 sxemdə verilmiş Dosert havalarının sərhədində baş verən hadisələri müəyyən edin. Cənubi Amerika və Afrika tavasıdır. Divergent sərhəd olduğu üçün Atlas dağları yarana bilməz. Bir getdi. Nov şəkilli çökəkliklər də yarana bilməz. Onlar konvergent toqquşma nəticəsində yaranır. Müqəddəs Yelena adası yaranır. Bəli, bu düzdür. Atlantik okeanının sahəsi artır. Bu da düzdür. Rift dərələri yaranır. Elə şəkildə təsvir edildiyi kimi. Bu da düzdür. Kanar adaları yaranır. Bu isə səhvdir. 3, 4, 5 yəni Y variantı. Aha, 20-sə baxaq. Ancaq antropogen landşaftı təsvir edən şərti işarə və ya işarələri müəyyən edin. Antropogen landşaft yəni insan təsiri nəticəsində yaranan landşaftları soruşur. Bir meyvə bağıdır. Onu götürə bilərik. Antropogen landşaftı təsvir edib. 2 səhvdir. Olmaz 2-də kolluq. İki kolluqdur. Bunu götürmüş çünki o təbii halda yarana bilir. 3 bataqlıqdır. Bu da götürmürük. Bataqlıqda təbii yaranır. 4 seyrək meşə. Onu da götürmürük. O da təbii halda yarana bilər. Ona görə yalnız bir D variantı. Əla. Buyurun Nihat. Deməli, uyğunluğu müəyyən edin. Deməli, Peru və Myanma ərazisindən axan çaylar iki okean hövzəsinə aiddir. Bəli, bu düzdür. Kara və Barents dəniz üzərində formalaşan və qış aylarında ölkəmizə daxil olan hava kütləsi dəniz arktik hava kütləsidir. Bu səhvdir, olmalıdır. Arktik
hava kütləsi olur da, dəniz aktik olmur. Qneis maqmatik, mərmər isə çökmə suxurların metamorfizləşməsindən yaranıb. Bu da düzdür. Alp, Tian-Şan və Alp, Qafqaz və Tian-Şan dağları quruluşuna görə qırışıq dağlar hesab olunur. Bu səhvdir. Çünki Tian-Şan qırışıq faiz dağdır. Merkuri və Venera planetlərinin peyki mövcud deyil. Bu da düzdür. Təbiətdə ən çox yayılmış suxurlar qranit və mərmərdir. Bu da düzdür. Cavab A variantı olur. Buyurun. Xəritə sxemi əsasən yay otlaqları kimi istifadə edilən bitki örtüyü hansı rəqəm və ya rəqəmlərlə göstərilib? Yay otlaqları kimi istifadə olunan alp, subalp, çəmən və xallar olmalıdır. Ona görə 2. B variantı. Əla. Uşaqlar, çox sağ olun. Təşəkkür edirəm. Qəşəng işləmişdiniz. Gözəl.